Salam dostlar, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram, hər birinizin hər vaxtınız xeyir olsun deyirəm. Mən Anar Hümmətli. Yeni çəkdiyim videoda fikirlərimi dəyərli izləyicilərimlə və dəyərli soydaşlarımla bölüşürəm. Bugünkü çəkdiyim video 2 gün əvvəl 10 dekabr tarixində baş verən Qarabağ Ajax oyunu haqqındadır dostlar. Dostlar, desəniz videonu indi niyə çəkirsiniz? Bəli, oyundan izləyən bir azarkeş olaraq deyirəm ki, oyun çox gözəl bir oyun keçdi, çox gərgin bir oyunun şahidi olduq. Sonda qələbənin əldən verilməsi bütün azarkeşlər olaraq həmçinin mənə də çox ağır təsir etmişdir. Bugün oyunun üstündən 2 gün keçməsinə baxmayaraq özümdə güc tapıb videoda çəkib fikirlərimi sizlərlə bölüşürəm. Bildiyiniz kimi 10 dekabr tarixində havanın yağmurlu və soyuq keçməsinə baxmayaraq Qarabağ azarkeşləri komandanı tək qoymamışdılar. Çünki komandanın gücünə inanırdılar, komandanın yaxşı bir oyun sərgiləməsini gözləyirdilər. Bəli, komanda da çox gözəl oyun sərgilədi. Azarkeşlərini sevindirdi. 79-cu dəqiqəyə qədər biz bu sevinci yaşadıq. Necə 79-cu dəqiqədən oyunumuz bərbad günə düşdü, sonunda qələbə bizim olmadı. Bununla bağlı fikirlərimi sizlərlə bölüşürəm. Komandanın qələbəsinin, əldən verməsinin səbəbi Qarabağ Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovun ikinci hissədə etdiyi ən böyük kobud dəyişikliklər nəticəsində oldu. Bəli, mənim Qurban Qurbanovdan heç bir şəxsi qələtçiliyim yoxdur. Bir Qarabağ azarkeşi olaraq Qurban Qurbanovun işlərini bəyənmişəm. Futbol üçün necə can qoyduğunu, necə azarkeşlərini sevindirdiyini, qələbələr gətirdiyini bir azarkeş olaraq Qurban Qurbanova hər zaman dəstəkləmişəm. Dostlar, tərifi deyəndə tənqidi də demək lazımdır. Bunlar hər biri insan üçündür. İkinci hissənin ortalarında Qurban Qurbanovun Qarabağın qol silahları olan Camillo Duranla Leandro Andrani meydandan çıxarıb iki ən zəif oyuncu Nəriman Axundzadəni, Aleksandr Kaşıqu meydana daxil etməsi komandanın qələbənin əldən getməsi ilə nəticələndi. Bəli, necə deyərlər, bir növ komandanın məğlubiyyəti oldu. Mənim yenə də deyirəm, heç bir Nəriman Axundzadə ilə şəxsi qələtçiliyim yoxdur. Nəriman Axundzadə deyərdim bir Çempionlar Liqası kimi səviyyəli bir turnirdə hələ oynamaq gücünə malik olan oyuncu deyil. Bu oyuncu ölkə çempionatında oynayıb xeyli təcrübə yığılmalıdır. Dostlar, bu mənim şəxsi fikrimdir. Yəni Qurban Qurbanova da məsləhət kimi demirəm. Amma Qurban Qurbanovdan bir azarkeş olaraq çox xahiş edirəm. Qarabağın növbəti 2 oyunu var. Rəsmi oyunlar, Çempionlar Liqasında 2 dənə oyunumuz qalıbdır. Qurban Qurbanov, sizdən bir Qarabağ azarkeş olaraq çox xahiş edirəm. Bu Nəriman Axundzadə stadionda olan bütün 50 minə yaxın azarkeşin əsəbi ilə oynadı. Və ekran qarşısında olan azarkeşlərin əsəbi ilə oynadı və necə deyirlər, azarkeşlərin xəstəlik tapması gücünə kimi gətirdi çıxardı. Bu insana oyunda olanda Nəriman Axundzadənin də yaxşı ötürmələr verildi. Qol vəziyyətləri yadır. Bu insan o qol vəziyyətlərini istifadə edə bilmirdi. Mən deyərəm bir Nəriman Axundzadə haqqında, bu bizim bir Azərbaycanlımızdır. Mən onu pisləmirəm, əstəğfirullah. Mən onu pisləyib o birləri tuta bilmərəm. Amma Nəriman Axundzadə, dostlar, mən 2024-cü ilin fevral ayının 22-sində yadınızdadır, Braqa ilə oyunda UEFA Avroligada 8-1 finalda sonda bir Braqanın qapısına qol vurdu. Yayda da Çempionlar Liqasının oyunu gedən yolda bilmədim səhv Şkendiya oldu, yoxsa Şelburna bir qol vurdu. Cəmi 2 dənə Qarabağ Futbol Klubu üçün o qolu olubdur. Yəni əsas rəsmi oyunlarda. Və ondan sonra Nəriman Axundzadənin Qarabağ üçün böyük bir uğurunun şahidi olmadıq. Çünki bu insan Braqaya bir qol vurdu. Ondan sonra Nəriman Axundzadə tutuldu ulduz xəstəliyinə. Necə deyirlər, ulduz xəstəliyi o demək ki, yəni Nəriman Axundzadə ilə Avropalı bir tanınmış bir-iki klubu maraqlandı. Nəriman Axundzadə çəkdi qoydu özünü dağ başına. Axı Nəriman Axundzadə, sən futbola indi atılmısan. Meydanda hələ sənin söz deməyə xeyli illərin təcrübən yığmalısan. Sən bu Qarabağ Futbol Klubu üçün çıxıb meydana, oyunu niyə bərbad günə qoyursan? Səni yenə pisləmirik. Amma sən də bizim bir Azərbaycanlımızsan. Belə əgər öz gücünə inanmırsansa, bu meydana çıxıb azarkeşlərin əsəbi ilə oynama, komandanın əziyyətini batırma. Qurban Qurbanovda bir azarkeş olaraq xahişim odur ki, Qurban Qurbanov, növbəti 2 oyunda Nəriman Axundzadəni oyuna dəvət etməyin. Bu insan hələ ölkə çempionatında oynayıb, xeyli təcrübə yığandan sonra və ondan sonra Çempionlar Liqası kimi səviyyəli bir turnirdə oynamaq gücünə malik olacaq.
Mən sizə məsləhət vermir kimi demirəm, amma azarkeş olaraq çox xahiş edirəm. Nəriman Axundzadə oyunlarda olmasın.